Münaqişə istənilən insan münasibətlərinin təbii bir hissəsidir və təşkilatlar da istisna deyil. Müxtəlif məqsədlərə, dəyərlərə və iş üslublarına sahib müxtəlif fərdlər bir araya gəldikdə fikir ayrılıqları qaçılmazdır. Təşkilati münaqişə, iş yeri mühitində baş verən bu qarşılaşmalara aiddir. Bu münaqişələr fərdlər, komandalar və hətta eyni təşkilat daxilində müxtəlif şöbələr arasında yarana bilər. Tez-tez mənfi qəbul edilsə də, münaqişə effektiv idarə olunarsa, əslində konstruktiv ola bilər. Bu innovasiyaya, təkmilləşdirilmiş ünsiyyətə və daha güclü münasibətlərə səbəb ola bilər. Lakin, diqqətdən kənarda qaldıqda, münaqişə gərginləşə bilər, zəhərli iş mühiti yaradır və məhsuldarlığı maneə törədir. Ahəngdar və məhsuldar iş yeri yaratmaq üçün təşkilati münaqişənin mahiyyətini, kök səbəblərini və effektiv həll strategiyalarını başa düşmək vacibdir. Açıq ünsiyyət, empatiya və hörmət mədəniyyətini təşviq etməklə, təşkilatlar mənfi təsirlərini minimuma endirməklə konstruktiv münaqişənin gücündən istifadə edə bilərlər. Təşkilati münaqişələr tez-tez bir-birinə qarışan və mürəkkəb olan bir çox amillərdən qaynaqlana bilər. Büdcə məhdudiyyətləri və ya vəzifə artımı üçün rəqabət kimi məhdud resurslar münaqişə üçün münbit şərait yarada bilər. Fərdlər və ya şöbələr arasında fərqli məqsədlər və prioritetlər anlaşılmazlıqlara və fikir ayrılıqlarına səbəb ola bilər. Şəxsiyyət toqquşmaları, ünsiyyət pozuntuları və fərqli iş üslubları da münaqişəni alovlandıra bilər. Məsələn, yüksək dərəcədə detallara yönəlmiş bir şəxs daha çevik yanaşmanı üstün edən bir həmkarı ilə toqquşa bilər. Qeyri-müəyyən rollar və vəzifələr, qərar qəbul etmədə şəffaflığın olmaması və qərəzli rəftar kimi qəbul edilən amillər təşkilat daxilində gərginliyi daha da artıra bilər. Bu əsas səbəbləri müəyyən etmək, gələcək münaqişələrin effektiv şəkildə həlli və qarşısının alınması üçün vacibdir. Təşkilati münaqişələr adətən bir neçə müəyyən edilə bilən mərhələdən keçir. Əvvəlcə, əsas amillərə görə münaqişə potensialının mövcud olduğu, lakin hələ özünü göstərmədiyi gizli bir mərhələ var. Fərqlər aydınlaşdıqca, münaqişə fərdlərin toqquşmanın fərqinə vardığı qəbul edilmiş mərhələyə keçir. Aradan qaldırılmazsa, münaqişə fərdlərin qəzəb, təəssüf və ya narahatlıq kimi emosional reaksiyalar yaşadığı hiss olunan mərhələyə yüksəlir. Bu, münaqişənin mübahisələr, geri çəkilmə və ya hətta təxribat kimi davranışlarla görünən hala gəldiyi aşkar mərhələyə səbəb ola bilər. Bu mərhələləri başa düşmək erkən müdaxiləyə, eskalasiyanın qarşısını almağa və daha konstruktiv nəticələri təşviq etməyə imkan verir. Dördüncü bölmə münaqişənin həlli harmoniya yolu. Münaqişənin konstruktiv şəkildə həlli, açıq ünsiyyəti, empatiyanı və qarşılıqlı məqbul həllər tapmaq öhdəliyini vurğulayan strukturlaşdırılmış bir yanaşma tələb edir. İlk addım münaqişənin kökündə duran məsələni dəqiq müəyyən etmək, iştirak edən bütün tərəflərin problemi eyni dərəcədə başa düşməsini təmin etməkdir. Daha sonra aktiv dinləmə hər bir tərəfin baxışını, ehtiyaclarını və narahatlıqlarını başa düşməkdə həlledici rol oynayır. Potensial həllərin birgə müzakirəsi, yaradıcı problemlərin həllini və nəticənin birgə mülkiyyətini təşviq edir. Hər bir variantın mümkünlüyünün və potensial nəticələrinin qiymətləndirilməsi ən uyğun həllin seçilməsinə gətirib çıxarır. Nəhayət, seçilmiş həllin həyata keçirilməsi və davamlı ünsiyyət üçün aydın kanalların yaradılması, gələcək anlaşılmazlıqların qarşısını almağa kömək edir və davamlı bir həlli təmin edir. 5-ci bölmə, etik davranışın inkişaf etdirilməsi, gələcək münaqişələrin qarşısının alınması. Təşkilati münaqişələrin qarşısının alınması, etik davranış və hörmət mədəniyyətinin təşviq edilməsini tələb edir. Açıq və şəffaf ünsiyyət kanallarının təşviq edilməsi, işçiləri narahatlıqlarını və fikirlərini sərbəst şəkildə ifadə etməyə təşviq edir. Davranış qaydaları və maraqların toqquşması qaydaları kimi, etik davranışa dair aydın siyasətlərin qurulması, etik qərar qəbul etmək üçün bir çərçivə təmin edir. Münaqişələrin idarə edilməsi, ünsiyyət və emosional zəka mövzusunda müntəzəm təlim keçmək, işçiləri fikir ayrılıqlarını konstruktiv şəkildə həll etmək üçün bacarıqlarla təmin edir. Nəhayət, performansın qiymətləndirilməsi, vəzifə artımı və resursların ayrılması üçün ədalətli və şəffaf bir sistemin tətbiqi,
qavranılan bərabərsizliklərdən qaynaqlanan münaqişə ehtimalını azaldır. Münaqişə təşkilati həyatın ayrılmaz bir hissəsidir. Münaqişələrin səbəblərini, mərhələlərini və növlərini başa düşməklə təşkilatlar problemləri proaktiv şəkildə həll edə, eskalasiyanın qarşısını ala və daha ahəngdar və məhsuldar iş mühiti yarada bilərlər. Açıq ünsiyyəti, empatiyanı və etik davranışı qəbul etmək, münaqişəni dağıdıcı qüvvədən böyümə və innovasiya üçün fürsətə çevirməyin açarıdır.